bizi düz anlamır bəziləri. Bəziləri deyir ki, məsəl üçün, dua edirsən ki, Allah qorusun hakimi. Yəni, o, məsəl üçün, onun anlayışında deyir, o pis əməllər də eləyir. Sən deyirsən ki, Allah onu qorusun, yəni Allah onu pis əməl eləyəndə də qorusun. Hələ dua eləmə. Onda görə sənə də elə dua eləmək. Deməyim, qardaş, Allah sənə kömək olsun, Allah sənə qorusun. Niyə? Sən pis əməl eləmirsən. Onda sənə də düşünür. Adam başa düşmür, yəni. Adam bilmir, nə danışır. Aydındır, əlhəmdə biz hakimiyyət üçün, yəni hakim üçün dua edirik, Allah təala. Allah kömək olsun. Əssalam. O bizim başçımızdır. Bəzilərin xoşuna gəlməsidir. O bizim başçımızdır. Allah təala bizim üçün seçib. Başqa yol da yoxdur. Əlhəmdülillah, biz ona eşidirik, itaat edirik, dindən görürük. Dindən görürük. Zəifik ona görə yox. Biz zəifik, güclüyük, fərq yoxdur bizim üçün. Bəziləri təqdim edir elə ki, biz deyirik ki, zəifik ona görə. Güclənəndə ona qarşı çıxacaq. Bu bizə atılan böhtandır. Böhtandır, şərdir. Bizə fərqi yoxdur, biz zəifik, güclüyük. Nə qədər ki, müsəlman hakim başımızın üstündədir, biz ona iştiba itaat edirik. Fərqi yoxdur. Onlar əhl-i sünnə mənhəcin yolun bilmirlər, cahilcəsə danışırlar. Bəli.